CorelDRAW-da seçim alətlərində qaldığımız yerdən davam edirik. Yenidən bu bölmənin öz içərisində sıçanın sol düyməsini sıxılı vəziyyətdə saxladıqda bir sıra əmrlər də gəlmiş olur. Və onu da qeyd edim ki, bəzən hər hansı bir işarəni bu bölmədə görmədikdə və yaxud da alətlər panelində görmədikdə aşağıda plus işarəsi qeyd olunacaq. Bunun üzərinə toxunaraq alətlər panelinə məxsus olan digər bütün əmrləri aktiv şəkildə saxlamaq olar. Məsələn, burada bu işarə aktiv deyil. Mən bunu aktiv etsəm artıq zoom olan hissəyə eynən bu əmr də gəlmiş olur. Həmçinin bu aşağıya doğru daxil olaraq bütün işarələrə aktiv deyil və yaxud da aktivdir baxa bilərsiniz. Biz isə bu bölmədən davam edirik. Yenidən hər hansı bir fiqur çəkirəm. Rectangle qeyd edirəm və buradakı birinci işarəni aktiv edirəm. Bu işarə vasitəsilə kiçik kölgələr əlavə edə bilərik. Məsələn, mən belə bir deyək kölgə vermişəm. Bu hissədən seçimlər etmək olur. Kölgə qalın olsun, nə qədər olsun, onu tənzimləmək olur. Həmçinin də məsafəsini istədiyiniz qədər yaxınlaşdırıb uzaqlaşdıra bilərsiniz. Məsələn, içdən ola bilər, kənara doğru, buradan parlaqlığını artırıb azalda bilərik. Kiçik kölgələr əlavə etmək mümkündür. Ctrl-Z vasitəsilə digər əvvəlki halında saxlayıram. Həmçinin kontur işarəmiz mövcuddur. Əslində konturdan biz daha çox sertifikatlar, diplomlar, fəxri fərmanlar hazırladıqda istifadə edirik. Deyək ki, biz hər hansı bir diplom üçün kənarları mavi rəngdə olan bir fiqur əlavə etməliyik. Mən bu hissəyə belə bir fiqur əlavə edirəm. Bu formada da qala bilər və sıçanın sağ düyməsi ilə kənarlarını qalın saxlayıram. Daha doğrusu kənarlarını mavi saxlayıram, yuxarı hissədən isə biraz qalın formada edirəm. İkinci dəfə bu fiqurdan təkrar içə doğru çəkmək istədikdə çoxumuzun etdiyi ən böyük səhv yenidən fiqur götürüb və belə bir təkrar fiqur çəkməyə çalışırıq. Belə olduqda yuxarı, aşağı, sağ-sol ölçüləri tam şəkildə müəyyənləşdirə bilməzsiniz. Çünki belə olduqda məsafələr eyni ola bilməz. Lakin buradakı kontur əmri vasitəsilə biz sadəcə qeyd etdiyimiz fiqurdan tutaraq içə doğru çəkirik və ikinci istədiyimiz fiquru yaradırıq. Belə olduqda bütün tərəflərin məsafələri eyni bərabərlikdə olmuş olacaq. Daha sonra isə bu hissədən fiqurun rəng tonunu eyni də saxlaya bilərik, fərqli rənglərdə də edə bilərik. Bu hissədən də istədiyimiz kimi rəng tonunu seçib yenidən müəyyənləşdirə bilərik. Mən daha doğrusu digər hissənin rəngini müəyyənləşdiririk və yenidən içə doğru, kənara doğru fiqurun ölçüsünü özünüz tənzimləyə bilirsiniz. Həmçinin bu hissədən də əllə toxunuş edərək ölçülər vermək mümkündür. Buradan da təkrar çoxaltmaq olur təbii ki. Yəni bir-bir çəkməkdənsə bu üsuldan da istifadə edə bilərsiniz. Ctrl-Z vasitəsilə yenidən mən sıfırlayıb əvvəlki halında saxlayıram. Digər bir işarəmiz bir neçə fiquru birləşdirmək üçün istifadə olunur. Deyək ki, bizim bir fiqurumuz və əlavə olaraq ikinci bir dairəmiz var. Və iki fiquru birləşdirdikdə buradakı blend əmri vasitəsilə başqa bir formada olan fiqur yaratmış olacaq. Bunun da bir çox reklam işlərində fərqli dizaynlar olaraq istifadə etmək olar. Yəni, fərqli formalara salmaq mümkündür. Buradan isə istədiyiniz kimi qalınlığın, incəliyin tənzimləyib fərqli ölçülərə də gətirə bilirsiniz. Həmçinin rəng tonlarını bərabərləşdirmək, eyniləşdirmək mümkündür. Belə. Ctrl-Z vasitəsilə yenidən əvvəlki vəziyyətində saxlayırıq. Daha sonra Distart əmri var. Bu isə fiqura forma vermək üçün istifadə olunur. Birbaşa üzərindən tutaraq onu fərqli formalara gətirə bilirik. Yuxarı hissədə də hər birinə uyğun bir neçə nümunə verir. Məsələn, bu biraz daha fərqli formada, bu kənarları biraz daha kəskin formada olacaq. Hər fiqurda təbii ki də ayrı nəticələr verir. Hər birini yoxlayaraq baxa bilərsiniz.
Daha sonra bu əmir çox istifadə oluna bilər. Deyək ki, bizə hər hansı bir dairə verilib və hətta dairəmizin içərisində də hər hansı bir şəkil var. Hətta Ctrl-I vasitəsilə hər hansı bir şəkil əlavə edək. Məsələn, bu şəkil ola bilər. Daha sonra biz Power Clip əmri keçmişdik. Power Clip ilə hər hansı fiqurları şəkillərlə birləşdirə bilirdik. Power Clipdə birinci işarəni seçirib dairəyə toxunuruq və buradan da şəklin ölçüsünü tənzimləyə bilirdik. Daha sonra isə fiqurun deyək ki, yuxarı hissəsinə forma verməliyik. Belə olduqda bu bölmədəki işarəni seçirik və kənar hissələrə və orta hissələrə nöqtələr gəlmiş olur. Bu nöqtələrdən tutaraq fiquru fərqli formalara getirmək mümkündür. Belə. Həmçinin şəkil olmadan da etmək olar. Məsələn, kvadrat. Yenidən işarəni aktiv edib kənar hissələrinə fərqli formalara salmaq mümkündür. Bu isə dizaynlarda bəzən kənar nöqtələrinə fərqli fiqurlar yerləşdirmək üçün istifadə oluna bilər. Belə. Daha sonra digər bir işarəmiz daha var burada. Bu isə fiquru fərqli çoxbucaqlılara salır. Məsələn, belə bir fiqur əlavə yarada bilərik. Dairə və yaxud da burada olan digər fiqurlardan da bir neçə fərqli fiqurlar yaratmaq mümkündür. Bu hissədən yenidən məsafələrini tənzimləmək olur. Bu hissədən istədiyimiz rəng tonlarını da edə bilirik. Tənzimləmək yəni mümkündür. Əlavə olaraq hansı dərəcələrdə formada olduğunu və yaxud da yenidən rəng tonlarını da müəyyənləşdirə bilirik. Və avtomatik belə bir fiqur yaratmış oluruq. Digərin üçün yenə fiqur çəkirik. Bu hissədən isə fiqura kiçik bir faizini artıraq. Kiçik bir kölgə əlavə edirik. Məsələn, mən deyək ki, kənar hissələrini rəngli formada saxlamışam. Bu hissədən içə doğru və yaxud da dairə formasında kölgə olsun, hansı stildə istəsək, onu tənzimləyə bilirik. Hətta fiquru əlavə etdikdən sonra Pick Tool alətini seçib rəngləsəniz, bu formada kölgəli bir fiqur yaratmış olacaqsınız. Eyni qaydada isə yenidən işarəyə daxil oluram. Üzərindən tutaraq bu formada hansı səmtdən istəsəniz tənzimləmək də mümkündür. Yəni, kölgənin səmtini siz müəyyənləşdirə bilirsiniz. Buradan da çox az olduğunu tənzimləmək olur. İçərisində olanlar lazım olmayacaq. Olduğu kimi saxlayıram, formada qalsın. Digər bir seçim alətimiz hər hansı bir dizayn qurduqda bizə çox lazım olacaq. Deyək ki, mən hər hansı bir broşur, vizit kart, sertifikat və s. hazırlayıram və mənə verilmiş dizaynda eyni rəng tonları lazımdır. Məsələn, bu kənarda olan rəng tonu və yaxud da buradakı tonların eynisini istəyirəm. Eyni rəng tonunu bu hissədən axtarmaqdansa, bizim əlimizdə olan dizaynda bu işarəni seçirsiniz və color vasitəsilə istədiyiniz rəng tonunu aktiv edirsiniz. Daha sonra isə fiqura yaxınlaşıb siçanın sol düyməsinə bir dəfə toxunsanız, birbaşa fiqurunuz rənglənmiş olacaq. Hətta yuxarı hissədən bir yox, bir neçə rəng tonunda təbii ki, təkrar seçib rəngləmək olur. Öz istəyimizdən asılıdır. Bu formada istədiyimiz rəng tonlarını daha rahat şəkildə seçə bilirik. Həmçinin yenidən bizə fərqli teksturalar verir. Bu hissədən də fərqli teksturalardan istifadə edib yenidən rəng tonlarını müəyyənləşdirə bilərik. Daha çox kölgə effekti olmağı bizə daha çox lazım olacaq deyə digərlərindən yox, bundan daha çox istifadə edirik normalda. Əlavə olaraq isə bu hissədə yenidən qalınlığı müəyyənləşdirirsiniz. Əslində bu işarəmizi yuxarı hissənin keçiddə də yenidən demişdik. Eyni işarə bu bölmədə də qeyd olunur. Bu hissədən fiqurlarımıza fərqli qalınlıqlar verə bilirik. Həmçinin
renk tonunu da müəyyənləşdirmək mümkündür. Yəni fərqli renk şkalasından bu bölmədə də istifadə edə bilirik. OK ilə təsdiqlədikdə kənar hissələr bizim istədiyimiz renk tonunda olmuş olur. Edit fill olan hissədə də yenidən renk şkalaları var. Bu hissədə fərqli teksturalardan istifadə edə bilirsiniz. Hər birinin də içərisində fərqli işarələr mövcuddur. Yenidən. Sadəcə olaraq əlavə etməyəcəm. Colordan isə renk panelidir yenidən. Bu hissədə bir çox renk şkalamız var. Həmçinin onu da qeyd edim ki, renk tonlarında, renk şkalasının daha çox olmasını istəyirsinizsə, aşağı hissədən də baxa bilərsiniz. Hər hansı bir rəngin üzərində sıçanın sol düyməsinə toxunaraq da baxmaq olar və yaxud da window bölməsinə daxil olub, bu hissədən color aktiv edib, bu rənglərin hər hansı birini aktiv edərək də yeni rəng şkalaları da yarada bilirsiniz. Baxın, diqqət etsəz, daha çox rənglər gəlmiş olacaq. Sadəcə olaraq mən bu qarışıq görüntünü sevmirəm deyə sadəcə bir rəng şkalasını saxlayıram. Yenə də istəkdən asılı olaraq özünüz tənzimləyə bilərsiniz. Beləliklə, alətlər panelində olan əmrləri bugün yekunlaşdırmış olduq. Növbəti dərsdə isə sizlərlə kitab üzlülərinin hazırlanması haqqında məlumat verəcəm.